Əli ibn Əbu Talib, Allah ondan razı olsun, rəvayət edir ki, Cəbrail Peyğəmbərimizin sallallahu aleyhi və səlləm yanına gəlib dedi: Əsirlər barəsində səhabələrinə seçim etməyi təklif et. İstəsələr onları öldürsünlər. İstəsələr də fidyə, yəni mal qarşılığında azad etsinlər. Lakin fidyəni seçsələr, gələn il əsir düşənlərin sayı qədər sizdən, yəni səhabələrdən öldürüləcək. Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun təklifi onlara çatdırdıqda, səhabələr dedilər: Biz fidyə qarşılığında onları azad etməyi seçirik və bizdən də onların sayı qədər gələn il öldürülsün. İbn Hibban 4795-ci hədis. Bu hadisə Bədr döyüşü zamanı müşriklərdən əsir düşənlər haqdadır. Belə ki, Bədr döyüşündən bir il sonra Uhud döyüşü baş vermiş və Bədr döyüşündə müşriklərdən əsir düşənlərin sayı qədər səhabə bu döyüşdə şəhid edilmişdir.